Mingəçevir şəhərindən olan gənc Murad Musayev, Prezident İlham Əliyevə qarşıdan gələn doğum günü münasibəti ilə təbriklərini çatdırmaq məqsədi ilə yaşadığı şəhərdən Bakıya piyada yürüşə çıxıb. O yürüşə Ulu Öndər Heydər Əliyevin Mingəçevirdəki abidəsini ziyarət etməklə başlayıb. Çalışdım gecələrdə gedəm, qısa inşallah İlham Əliyevin ad gününə qədər, dekabr ayının 24-ə qədər 54 yaş tamam olur, ona qədər özümü ora çatdırmaq, inşallah cənab prezidentimizi təbrik eləmək, qarşıdan gələn Azərbaycanın həmrəylik günü münasibətlə təbrik eləmək və inşallah səfərimi başa vurub Mingəçevir şəhərinə, doğma şəhərimizə qayıtmaq. Muradın ilk dayanacaq yeri Ağdaşın Qaradağlı kəndində yaşayan anasının evi olacaq. Orada ərzaq tədarükünü gördükdən sonra Göyçay rayonundan Kürdəmirə keçməklə Bakı-Qazax magistralına çıxacaq. Təxmini cızmışam çünki mən sağlamlığımı da nəzərə alaraq 1 saata 5 kilometr olmaqla, səhər 7-dən axşam 7-yə qədər olmaqla, yəni imkan olduqca daha geniş, daha çox getmək istəyirəm. Gün ərzində 50 kilometr məsafə qət etməyi planlaşdıran yürüşçü Bakıya çatdıqdan sonra Prezident administrasiyasına məktub təqdim etmək niyyətindədir. O, Ulu Öndər Heydər Əliyevin məzarını da ziyarət edəcək. 1985-ci ildə anadan olan yürüşçünün bu səfəri reallaşdırmaqda bir məqsədi də gənclərin dövlət başçısına təşəkkürünü çatdırmaqdır. Elnar İbrahimova, Rəhman Əsədov, Qeysər İmanov, Mingəçevir.